Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Azərbaycan Arıçılar Assosiasiyasının təşkilatçılığı 25-ci bal yarmarkası keçirilir. Bal yarmarkası 18 oktyabr 5 noyabr tarixləri arasında keçiriləcək. Yarmarkada deməli 43 regiondan 280-dən artıq arıçı iştirak edir. Hər il olduğu kimi bu ildə bal yarmarkasına maraq böyük idi. Arıçılar öz məhsullarını müştərilərə münasib qiymətə sata bilmək üçün müxtəlif məhsullar təklif edirdilər və arıçılar arasında qiymət uğrunda rəqabət də müşahidə olunurdu. Yubiley bal yarmarkamızda bu il 43 regiondan 280-dən çox fermerimiz iştirak edirlər. Ümumilikdə 100 tondan çox məhsul satışa çıxarılıb, 15 növdə arıçılıq məhsulu var satışda. Fermerlərimiz üçün bu il yeniliklərimiz tətbiq olunub yubiley yarmarkasına özəl olaraq Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu il qavlaşdırmalar ödənişsiz olaraq təqdim olunub. Yerlər ödənişsizdir, heç bir qarşılıqlı ödəniş qəbul olunmuyor fermerlərdən və eyni zamanda brendləşmə dəstəyi göstərilib qurumumuz tərəfindən. Əlbəttə ki, bu fermerlərə maddi olaraq dəstəkdirsə, alıcılarımız üçünsə daha gigiyenik qaydalara riayət olunaraq məhsulların satışını təmin etmək məqsədi daşıyırdı. Bu iki başqa yeniliklərimiz ondan ibarətdir ki, biz bu il saxaroza analizi götürdük bütün məhsullardan, həm arışanlarla, həm ballardan, bidonlardan. Saxaroza nəticəsi də balın tərkibindəki şəkərli faizini göstərir və beynəlxalq standartlara cavab verməyən heç bir məhsul bal yarmarkasında satışa çıxarılmayıb. Gördüyünüz kimi bütün piştaxtaların qarşısında fermerlərin məlumat lövhələri yerləşdirilib, onların diastaza nəticələri, saxaroza nəticələri təqdim olunub. Bu laborator analizlər hamısı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilib və açıq bir şəkildə də yerləşdirilib. Bütün alıcılar rahatlıqla gəlib yarmarkamıza hər bir regionun özünün nümayəndələrini və nəticələri də qarşılarında olmaq şərti ilə ballarını ala bilərlər. Əgər əlavə bir sual olarsa, keyfiyyətlə bağlı olan, narahat edən hər hansı bir sual olarsa, Aktanın səyyar laboratoriyaları yarmarkamızın qarşısında fəaliyyət göstərir, yaxınlaşıb suallarına cavab tapa bilərlər. Əlifə Vagil Nəbioğlu, Daşkəsən rayonunun Qabaqtəpə kəndindən gəlmişəm. Məhsullarınız haqqında zəhmət olmasa məlumat verərdiniz bizə? Məhsullarımız qəşəng ballardır, dağ ballar, təbii dağ ballı, meşə balı var, çiçək balı var. Ondan sonra qəşəng məsləhətli ballardır. Dağ balı həmişə Daşkəsənin balı çiçək olur, boz arıların balından olur. İndi qəşəng ballarımız var, satıraq 40 manata, 45 manata. İndi klientlərimiz gəlib onlara verilir. Alıcılıq qabiliyyəti necədir bəs? Nə qədər bal satmısınız? Şükür, yaxşı da 3 gündür, 3 günə gəlmişək, biri 30 kilo satmışaq, biri pətəklər də satmışaq. Klientlərim də hələ ilə belə gələcək. Baldan başqa nə məhsullarınız var? Məsələn, burada mən propolis falan görürəm. Qaramam uydu, vermişək, ondan sonra baldır, pətək baldır, süzmə balımdır, sağ olun. Belə deyim də, qiymətlər necədir digər məhsulları, bal məhsullarının? Yaxşıdır, hər balın özünün qiyməti var. Elə yeri var 25-ə verir, elə yeri var 50-yə verir, 45-ə verir. Balların diyaslasının şeyinləndir. Dağların balının özünün kəşfiyyətinlə, klientlərin almaq şeyinləndir. İndi özlər klientlər baxır ki, hansı bal nətərdir. Yaxşı balı, pis balı sırası tanıyırlar. Olmağına pis bal yoxdur bu yarmarkada, hamısı analizdən keçmiş baldır. Prosto aran yerinin balından dağ yerinin balı bir olmur. Süəklikdə elə bil biraz onun dozası artıq olur.
Ümumiyyətlə Onu tanımıram. alıcılar necə saxta balın orijinalını seçməlidirlər bilir. Onu arıçının öz insafınadır. Biz də laboratoriya yoxlayıb özü. Yox, sizinki bilirəm. Ümumiyyətlə ev şəraitini necə bilmək olar? Ev şəraitindən deyilə suya qarşı yoxlanır. Suya atanda yaxşı xəlis bal onun şam olur. Listi təzə qoyulan vaxtı kimi. O ki orada bir dairə göstərir. Mən Abbasova Leyli, Gəncə şəhərindən gəlmişəm. Məşhur arıçılar nəslindənik. Bizim ulu babalardan atamız da minlərlə arı saxlayıb, qardaşlarım da, bütün aləmiz nəsil kökdə arıçılıqla məşğuluq. Təbii ballar gətirmişik 25-ci satış yarmarkasına. Burada hər cür ballarımız var. Məsələn, çiçək balları var, vəhşi meşə balı biz ona deyirik, müalicəvi ballardır. Ondan təbii balların keyfiyyətləri saymaqla qurtarmaq olmur. Yəni, indi bir çox adamlar deyir, şəkərəm, bu təbii baldan söhbət gedir. Təbii bal, şəkərə heç bir ziyanı yoxdur. Mən onu İspitaniyadan da keçirtmişəm. Üstəlik də ki, təzyiq deyilən bir şey var da, insanlarda çox güclü yayılıb. Məsələn, təzyiqi olan xəstələr tam təbii bal. Yəni, mən öz balıma cavabdeyəm. Mənim balımdan yesə heç bir təzyiq olası deyil. Ona görə mənim 70-ə yaxın yaşım var. Mən bu baldan bu dəqiqə sizin yanınızda bir bankanı götürüm, içim, yiyeyim. Mən bilirəm ki, o təzyiq verməyəcək. Ona görə ki, mən məhsuluma 100% əminəm. Tam təbiidir. Kim də alar, özü müşahidə edər ki, necə baldır. Qiymətlər necədir bəs? Qiymətlər məsələn məndə var, ən sonu 30 manatdır. Ən sonu 30 manatdır. Yəni məndə 60 manata ballar var. Zob xəstəliyinin dərmanıdır, mədə yarasının dərmanıdır. Məsələn 50 manata da balım var, 35 manata var. Onu da niyə elə dəyərləndirirəm? Yəni hamısı tam təbii xalis ballardır. Sadəcə məsələn o bahalı ballar belədir ki, onları bir çox regionlarda gəzdirmişik arını. Biz bilirik ki, orada müalicəvi bitkilər var, onlardan götürüb. Biz bu uzun illərin müşahidəsidir ki, biz onu bilirik. Ona görə də o balların effektini biz bilmişik. Hansı xəstəliklərə dərmandır. Ona görə onları biraz baha satırıq. Düzdür, biraz o ballar biraz az olur. Hə. Ona görə də onları biraz yəni belə çıxır, indi baha qiymətə deyirik. Füzuli rayonu, mən Bakı şəhərində məskunlaşmışam. Həmişə bu yarmarkasını gözləyirəm, bal yarmarkası olanda. Gəlib həmişə buradan yaxşı bal alıram, çiçək balı alıram, şam balı alıram, həm də çökə balı alıram. Həmişə istifadə eləmişəm, bugün də gəlmişəm, qiymətlərlə maraqlanıram. Qiymətlər məni qane eləsə, ən azından 5 kiloqram bal alacam. Maraqlanmısınız, qiymətlər necədir bəs? Qiymətlər qane edir. Demək olar ki, biz Qarabağ zonasından gələn balla maraqlandım, Kəlbəcər balı ilə. Qiyməti 30 manatdan 25 manata indirimlə razılaşdıq. Yaxşıdır, qiymətlər yaxşıdır, ballar təbiidir, keyfiyyətlidir. Həmişə istifadə eləmişəm. Sağ olun. Çox sağ olun, minnətdarım, xəbəriniz üçün.